Yusuf Müəllim, bayaq bir söz işlətdiniz. Dediniz, hər şeyi verən Allah'tır. Allah sizə verdiği qabiliyyətdən istifadə ediniz. Amma bəzən deyirlər, taylı tayını tapmasa günü ahva ilə keçər. Bəzən bir yerdə çalışanda, bir kollektivdə çalışanda insanın qəlbinə uyğun yoldaşlar da olur. Ürəklə tək olmursan da, bir-birinə dəstək ola, ürəklə çalışırsan. Bu baxımdan çalışdığın illərdə öz ürəyinizə yaxın olan kimlər var idi ki, onu bugün xatırlamaq istəyirsiniz və o anlarınızı yaşadım deyə dəyərləndirə bilirsiniz. Yəni ürəyimizdə olan bir yoldaşla bu işləri gördüm. O yoldaşla bir dövrdə çalışdım, bir dövrdə işlədim. Bəzən Aşıq Ədalət haqqında deyirlər ki, yaxşı ki, sənətin əfsanəsi Aşıq Ədaləti canlı görürük və onun dövründə yaşayırıq. Bu baxımdan geri baxanda sizin öz ürəyinizdə olan hansı yoldaşları xatırlayırsınız və onlarla bağlı ürəyinizdə olan hansı anlar var ki, onu yaşadınız və onunla birlikdə hansısa bir gözəl işi gördünüz ya hansısa bir problemlər aşa bildiniz? O böyük mənada sualdır, çox geniş mənada. 52 il fasiləsi olaraq əmək fəaliyyətim olub. Mən bu devirdə hamısını yenə Ucu Tanrıya və rəhbərlərimə borcluyum. Mənim arzum və ideyam həmişə haqq və ədaləti sevən, mən təmizlik axtaram, vicdanlılıq axtaram. Mənimlə işləyən vicdanlı adamlara buluşdum və əmək fəaliyyətimdə Azərbaycan Respublikasında lideri əbədi yaşar lider Heydər Əliyev. Anıram, heç bir vaxt unutmuram. Onun çıxışlarını, onun məruzələrini, hətta Respublikada onun devrində 3 pilonun keçirilib, o plenumda da mən iştirak etmişim. Sonra əvvəlcə də sizə qeyd elədim, komsomol işindən partiya işinin rəli çəkməkdə Əlövsət Maxşov cənablarına, yəni əbədi yaşar Heydər Əliyev başda olmaqla onların rəhbərliyi devrində və bugün də İlham Əliyevin rəhbərliyi devrində işləyirəm. Mən özümə yalnız aid olan məsələlərdə və onların Azərbaycanın dövlətçiliyi naminə, müstəqilliyi naminə, onun qorunması naminə apardıqları ideya ətrafında həmişə çalışmışam. İşimi quran, o yolu tutan və evlatlarıma və mən istəyən dostlara da həmişə onu məsləhət bilmişəm. Və buna görə də mənim həyatdan heç bir narazılığım yoxdur. Sizin kimi mətbuat işçilərinin haqqı sevən, haqqa dair suallar verən və ondan cavab gözləyən insanların hər birinə borcluyam. Mən bütün işlədiyim kollektivlərdə yoldaşların düşüncəsinə, əməli fəaliyyətinə qiymət verərək, onların heç birindən mənim narazılığım olmuyor. Lakin onların tutduğu ideya, fikir başqa olanda mən öz yolumla getmişəm, öz dərk etdiyim amalla çalışmışam. Sizə bir daha da minnətdarlığımı bildirirəm ki, yəni mənim borcum Uca Tanrıya, işlədiyim rəhbərlərə və yaxşı mətbuat işçilərinə. Yusuf Müəllim, sizin söhbətinizdən bir şey xatırladım ki, İsa Peyğəmbərin bir sözü var. Deyir, mən yaxşı çobanam.
Siz mənim quzularımsınız. Yaxşı çoban həmişə quzularını yaşıl otlaqlara aparar. Başsız sürü həmişə qurda yem olar. Və doğrudan şagirdlərin də yaxşı oxumasında məktəb valideyn və şagird üçlüyünün, Bermud uzağının bir yerdə olanda gözəl nəticəsi olur. Məlum olurdu ki, sizin özünüzün də yəni Yusuf müəllim kimi uğur qazanmanızda Allahın sizə verdiyi istedad, qabiliyyət, bir də ora mühit olub. Yəni həm yol göstərən rəhbər, samballı rəhbər olub, həm də yoldaşlar samballı olub ki, demək Yusuf müəllim kimi hər vəzifəni doğrudan şərəflə açmaq bacarmısınız. Ona görə sizə təşəkkür edirəm. Bundan sonra qalan ömrünüzdə də, evlatlarınızda da və sizi dinləyən hər bir kəsə onu arzulayardım ki, doğrudan düşdüyü mühitdə səmərəli istifadə eləsin. Öz varlığını, Allahın ona verdiyi qabiliyyəti üzə çıxartmaq, Allahın ona verdiyi missiyanı yerinə yetirməkdə başın üstündə Allahı, ətrafında özü kimi yoldaşı və doğrudan yol göstərən bir doğrudan baş bilən rəhbər, İsa kimi bir doğrudan uzaq görən biri varsa, bu üçlüklə birlikdə doğrudan insan çox problemlər aşar və həyatda çox nailiyyətlər əldə eləyər. Bir daha təşəkkür edirəm. İnşallah növbəti anda yenə görüşərik təzə bir mövzu ilə. Çünki siz həqiqətən elə bir xəzinəsiz ki, sizin buxçanızda çox şeylər var. Onu çalışarıq ki, yavaş-yavaş qırdalayaq. Yəqin sizi tanıyanlar, bilənlər də var, bilməyənlər də var. Həm də Yusuf müəllim ağır bir Seyid nəslinin nümayəndəsidir. Nəsim necə deyir, məndə sığar iki cahan, mən bu cahana sığmazam. Amma siz doğrudan İmadəddin Nəsimi kimi həm Allahın, həm sizi seçdiyi Seyid məktəbinin gözəl təmsilçilərisiniz. Təmsilçisi olmusunuz. Mənəviyyatınız, şəxsiyyətiniz həmişə insanlara örnek olub. Həm də vəzifə yolunda da doğrudan layiqli bir, bacarıqlı vəzifə adamı kimi bir şəxsiyyət kimi ikisini paralel aparmağı bacarmısınız. Allah sizə can sağlıq versin. Bundan sonra nə ömrünüz qalıbsa, nə məsləhətiniz, nə gücünüz kimə dəyə bilərsə, Allah onu nəsib eləsin, hər şey ürəyiniz olsun. Verdiyiniz qiymətə görə bir daha sizə təşəkkür edirəm. Uca Tanrıdan onu diləyirəm ki, Azərbaycan xalqının gələcəyi həmişə parlaq olsun, şəffaf olsun, körpələrə, evlatlara bizim gördüyümüz çətin günləri göstərməsin, sülh olsun, əmin-amanlıq olsun. Evlatlar da bu cəmiyyətdən özünə gələcəyi üçün bir yol seçsinlər. Oldu. Çox sağ olun, minnətdaram. Növbəti görüşdə görüşənədək. Sağ olun. Sağ olun. Sağ olun.